Salam, Diltalk efirdədir. Mən 8-ci sinif şagirdi Suay Xəlilli və fransız dili müəlliməm Misra Hila. Salam Suay. Sizcə hər kəs bütün dərslərdə yaxşı olmalıdır, yoxsa sadəcə sevdiyi dərslərdə? Düşünürəm ki, hər kəs hər bir dərsdə mükəmməl olmalı deyil. Çünki hər bir şagirdin bacarıqları, bilikləri fərqli səviyyədədir. Və fərqli səviyyədə də olduğuna görə hər hansı bir şagirdin bir fəndə parlaması tam təbii haldır, tam normaldır. Və əsas odur ki, şagird yalnız sevdiyi dərslərə qarşı deyil, həmçinin digər dərslərə qarşı da məsuliyyətli olsun. Mənə maraqlıdır. Hər dərsdə yaxşı olmaq şagirdin üzərində təzyiq yaradırmı? Düşünürəm ki, bəli, bəzən hər dərsdə yaxşı olmaq şagirdin üzərində təzyiq yaradır. Çünki şagirdin yüksək gözləntiləri onu bəzən yorur və narahat eləyir. Ona görə də şagird daim mükəmməl olmağa çalışdıqda, məsələn sizlər daim mükəmməl olmağa çalışdıqda səhv etməkdən qorxursunuz. Halbuki səhv etmək belə öyrənməyin bir hissəsidir. Bəs müəllimlər şagirdlərin bütün dərslərdə yaxşı olmağını gözləməlidirlərmi? Düşünürəm ki, hər bir müəllim bu suala fərqli yanaşa bilər. Mən düşünürəm ki, xeyr. Çünki bayaq da qeyd elədim ki, şagirdlərin hər birinin bilik bacarıqları, maraqları, dünya görüşləri, öyrənmə yolları fərqlidir. Ona görə də məsələn bir şagird riyaziyyatda üstün ola bilər, bir şagird ədəbiyyatda üstün ola bilər. Əsas məqsəd, yəni müəllimin düşünürəm ki, əsas vəzifəsi şagirddə bu potensialı kəşf etməkdir və onu inkişaf etdirməsidir. Hər dərsdə yaxşı olmaq şagirdlər arasında rəqabət yaradırmı? Bəli, bəzən hər bir dərsdə yaxşı olmaq şagirdlər arasında rəqabəti artırır. Amma şagirdlər bəzən rəqabəti sanki özlərini başqaları ilə müqayisə etmək kimi görürlər. Ancaq bu onların motivasiyasını azaldır. Düşünürəm ki, əsl rəqabət özünü başqaları ilə müqayisə etmək deyil, özünü öyrənməyə həvəsləndirməkdir, özünü daha çox inkişaf etdirməkdir. Sizcə uğur bütün dərslərdə yaxşı olmaqdır, yoxsa fərdi bacarıqlara da ehtiyac var? Bəzən siz şagirdlər elə düşünürsünüz ki, uğur qazanmaq yalnız yüksək qiymətlər əldə etməkdir. Amma bu belə deyil. Çünki hər insanın özünə məxsus fərdi bacarıqları, özünə məxsus güclü tərəfləri vardır və əsas uğur da odur ki, insan özündə o güclü tərəfləri kəşf etməsidir. Demək, buradan belə nəticəyə çıxırıq ki, təkcə fərdi bacarıqlar ən az məktəb bilikləri qədər önəmlidir. Son olaraq, zəif olduğumuz dərslərdə inkişaf edə bilmək üçün bizə nə önərirsiniz? Mən əsas onu demək istəyərəm ki, sizə, mən bunu bacarmıram cümləsini qırağa qoymaq lazımdır. Müəllimdən, dostlarınızdan kömək istəməkdən çəkinməməlisiniz, özünüzə inanmalısınız, səhvlər etməkdən, ən əsası səhvlər etməkdən utanmamalısınız. Unutmayın ki, bugün sizə çətin görünən bir sahə sabah sizin üçün sizin ən güclü tərəfinizə çevrilə bilər. Suay, indi mən sənə sual vermək istəyirəm. Bəs səncə sən mənim fənimdə güclüsənmi? Güclü olduğumu düşünürəm. Onda gəl fransız dilində şagirdlərə buradan bir mesaj ötürək. La clé d'être patient. De croire en soi, əsas şərt səbirli olmaq və özünə güvənməkdir. Diltalk efirdə idi.